Salamlayıram sizlərə, mən şəxsindən Seydər Hüseyin. Azərbaycan Avro Liqasında 8-də 1 final mərhələsinin ilk maçlarındayıq. Aslanlar və Qarabağ komandaları qarşılaşır. Oyuncular artıq görüşdülər. Son hazırlıq işləri görülür. Ənəvi olaraq narıncılı, qırmızılı formada Aslanlar komandası, qaralı, göylü formada isə Qarabağ komandası meydanda mübarizə aparacaq. Son hazırlıq işlərindən sonra maç start götürəcək. Və belə ilə oyun hakimi Mahir Alferinovun start fiti səsləndirilir. Uğurlar hər iki komandaya. Aslanlar komandası topladı. Əli müdafiə arxasına doğru ötürməyəcəkdir. Anar Satik imtihanlar. Zərbəyə blok qoyulur. Geriyə doğru ötürməlidən. Yenidən Əli topu qəbul etdi. Out. Satik bitirdi. Fuat Əli. Qurban geriyə çəkilir. Sağ Qurban. Uçda axtarı ötürmə etmək üçün Əli. Hakim saxladı oyunu. Talih topun gerisində. Zərbə indirdi. Uğur. Dəf edir. Korner. Out. Həmid. Nihat. Anarda oynadı. Anardan ötürməsi isə sürətli alınır. Həmid. Out. Həmid. Uzun diagonal ötürmə. Anar ram edə bilmədi. Nihat. Əli. Out. Uğur topla. Davir out. Həmid. Keçmədə ötürməsi Həmidin. Əli. Sol zana Qurban. Nihat ayağından şöyle götürmək, sinəsi götürməkdə Həmid sağ zanaha. Əşricum aslanlardan yox, baş tutmur. Nihat. İkinci rəqimdə keçir. Özü zərbə indirdi, top çərçivədən yan keçir. Korner. Anardan da zərbə gəlir. Qeyri deyil bir zərbə Allah. İsa. Əli. Fuada imkan vermədi Vəli. Satik, Həmid. Geriyə doğru Nihat. Yenidən Həmid. Qapanın ötürməsi Nihat. Uğur, Vəli. Bir daha Uğur. Nihat. Diagonal, gözəl ötürmə, amma Satik. Topu qəbul etsə belə zərbə yaxşı alınmadı.
Aşırma zərbə Fuaddan. Deyildi. Nihat. Sağ. Əliyə. Və out. Həmid topladı. Sağ sağda Sadiq. Həmid. Keçmir ötürmə. Sadiq. Bir reytdə gəldi. Ötürmə çərmə meydan sasına Anar. Yenidən Həmid. Qarşılandı top. Fuad. Əli. Taliyin ötürməsi keçmir. Və qaptan zərbə. Və Anardan da zərbə var, rekaşet var idi zərbədə, korner. Mehman. Nihat. Sağsan Havəli. Nihat. Şəsl oynadı. Out. Sən. Anar. Sağsan Havəli. Nihat. Nihat ötürməsi Sadiq. İndirdi zərbəni İsa. Dəf etdi yaxın küncdə. Əli. Alt qazanlar. Həmid topladı. Sağ Sadiq. İndən Həmid. Həmid indirdi zərbəni. İsa imkan vermədi ona. Qaptan zərbə. Yerdə qalan oyuncu var. Həmidi görür yerdə. Ümidvara ciddi deyil zədəsi. Əli. Sırtı topu sağsına ötürməyə gəldi. Sadiq. Oy. Qaydalar çərçivəsində topa sərt müdaxilə var idi. Sadəcə Qurban qədər pozisiyası yaxşı deyildi. Sərt toxunuş etsin deyə boşluqda qaldı ayağı.
Əmid yenidən Sadiq. Türmə gəldi, amma İsa keçid vermədi. Əlidən sağsına Qurban. Ara ötürməsi Fuat. Əlinin zərbəsi qeyrə idi. Həmid. Daha doğrusu Vəlidir bu. Sadiq qapağınla ötürdü. Vəli. Sol sınaqda Nihat. Əli. O vurulamışdı topu, amma sonrasında top itişinə yol verdi. Həmid. Uğursuz ötürmə. Auto yollanır. Həmid ram etdi mərkəzdə topu. Sərt alında ötürməsi bu qədər. Sağ. Fuadın ötürməsi keçmir. Üstü məmləsində Qarabağ komandasına Həmid. Oy oy oy, sağ zınahı niyə görmədi? Hər iki zınah boş idi, amma Sadiq daha əlverişli bir mövqedə idi. Fuad çizdi topu. Həmid blokluyur Tarih onun zərbəsini. Nihat. Nihat. Toxunuş var mehmanla. Korner. Şar. Herkesle oynadı. Üçüncüdən zərbə. Nihat. Sınaq dəyişir Sadiq. Geriyə çəkildi bir qədər. Yaxşarla oynayır. Sol sınaqdanlar qəbul etdi topu. Qarabağdan daha bir hücum həmləsi izləyə bilərik. Anar çəkdi sol ayağına, amma zərbə yaxşı alınmır. Nihatdan tapan ötürməsi Anarı düşünmüşdür yəsən. Uğursuz rədd olur Yaşar. Sadiq. Vəli. İncanar. Çəkildi geriyə. Sağ sınaqda Vəli qəbul etdi. Nihatla oynayarlar. Nihatın zərbəsinə də blok qoyulur. Out. Sadiqdən geriyə doğru. Anar. Əli. Türməkdə Tural. Turalın zərbəsi uğur tərəf etdi. Əliyə qarşı yoxdur Mükoblu. Fuad.
Sürtülər topu. Əksüsün indi Qarabağdan gələ bilər. Ara ötürməsi mehmandan keçmir. Şimdi saxladı oynar Sadiqə qarşı. Qayda pozuntusu var. Yaşar. Yaşardan zərbə gəlir. Üçüncüdən zərbə yerinə yetiriləcək. Daban ötürməsi Nihat. Daha bir korner. Anar. Top qapının üzərindən keçsin. Talih. Özünə ötürmə. Uğur. Çıxışda səhvə yol verir. Sadiq, sürətli əksüsün məmləsi indi Qarabağdan. Türməsi olsun aha, Anar, Nihatlı oynadı. Sadiqin gerisinə doğru alındı türmə. Tarih. Uğur topu meydanına kənarlaşdırır. Təbrizin zərbəsi bloklandı, out. Mehman. Əli. Dalır. Aha, yox, indi qayda pozdu. Talihdən zərbə gəldi. Qaydan topu da qurbandan zərbə top çərçivənin üzərindən keçir. Anar. Out. Nihat. Qeyri dəqiq zərbə. Maçın artıq 19-cu dəqiqəsinə keçid alırıq. Qolsuz bərabərlik hökm sürür maçda. Basan tərəf yox bələk. Aslanlar nə Qarabağ. İstə ötürməkdir Nihatdan. Nihat. Anar. Həmid tək toxunuşda ötürmə. Out. Anar, çərçivədə ötürmə. Daha bir zərbə. Qaydan topa da yenə də İsa. İmkan vermir. Həmid. Sadiq. Ötürmə qarşılandı. Veydanlardan da yaxşı alınmışdı. Həmid. Həmid qüvvətli zərbə yaxın 9-luğa düşünülmüşdü. Geri dəqiq alınır. Ralaciyev və Uğur dəf edir zərbəsini alan.
Qurban geriyə doğru. Tümə zamanı səhv və top hissada. Gözəl qola imza atıranlar yaxın altılığa sancır topu. Ani gözlənilməz bir qol oldu. Qüvvətli zərbə torları silkələyir. Nəhayət o torlardan örümçəklər təmizləndi. Güllə kimi gedir top qapıya. Əli. Təbrizin uzun öpürməsi Qurban. Yaxşı uzaqlaşdırdı. Qurban mərkəzdə Əli. Sizdə topu Nihat. Sadiq çaxdırdı özünü. Əli, Qurban, silah dəyişdi. Tural. Qurban. Arzu olması insəti uğurludur. Bu dəfə Anarın zərbəsi yerdə qaldı. Təbriz. Si. Talih. Keçmədə ötürməsi Talih. Sadiq. Çəkdi sağ ayağına, indirdi zərbəni. Çəkələ yan keçir və beləliklə. Şimdi ilk sənə final finali səsləndirdi. Qısa fasilədən sonra ikinci hissədə görüşmək ümidi ilə hələlik. Bir daha vaxtınız xeyir olsun əziz futbol severlər. Artıq maçda ikinci hissə start götürür. İlk səni Qarabağ komandasına minimal hesabla 1-0 üstünlüyü ilə yekunlaşdırdıq. Aslanlarla mübarizədə 8-də 1 final mərhələsinin ilk maçlardır. Bir daha nəzərə çatdırdıq. Bax görək Aslanlar bu minimal fərqdə əlverişlidir əslində bu hesab onlar üçün. Geri dönüş edə bilərlər. Vurulanacaq mı geri dönüş cəhdləri? Baxaq, izləyək. Təbriz. Qarşılandı ötürməsi. Nihat. Geriyə doğru uğur, yenidən Nihat və out. Həmid. Sağ, bu dəfə müdafiəçi qismində qarşılayır. Nihat. Alt yerinə yetirildi. Sağ. Təbriz. Həmiz. Sadiq. Tamamilə geriyə çəkilər. Qapısı ilə oynadı. Fuat. Təbriz. Yeniden Fuat. Və qayda pozulub. Oyun hakimi cərimə zərbəsi təyin edir. Şöyle geldi Tural. Boşa düşmədilər bir-birlərinə komanda yoldaşı ilə.
Həmid. Ara ötürməsi etdi, lakin top ünvanına çatmır. Tural Hacıyev. Sağsına ötürmə Talih. Qurban. Gözəl alındır idi. Hələ ki topu özündə saxlayıb Əmid Dabir reydi. Uğurlanlar ara ötürməsi. Keçmədi. Alt yerinə yetirilir. Tural. Sadiq. Təhlükəli hücum əmrəsi. Ara ötürməsi və anar dublə imza atır. 2-0. Özünün və komandasının ikinci qoluna imza atmış olur. Talih. Tüm yerdeydi. Anar. Sağ. Dəf etdi. Sadiq zərbəsi və İsa. Diqqətlidir qapılar. Ötürmə zamanı Həmidə gəldi top. Həmidin zərbəsi İsa dəf edir. Hücum davam edir. Sadiq yerdən Həmid və top qapdan yan keçdi. Top qalkiperi uğurdadır. Nihat, diaqon ötürmə sağsınağa. Nihatdan gelişinə zərbə və top tora qovuşur. 3-0. Qarabağlar artıq bir qədər də hesab fərqini artırdı. Mehman. Tümə zamanı səhv. Bir qədər psixoloji sarsıntı içərisindədir. Aslanlar komandası İsa. Yine imkan vermir. Daha bir zərbə. Top çərçivənin üzərindən keçir. Talih. Yine Mehman. Həmid. Keçdi bir rəqibini. Ötürmə Sadiq. Qarşılanır qalkiper tərəfindən bu ötürmədə. Həmid. Ayağının çölü ilə zərbə indirdi. Top çərçivənin üzərindən keçir. Talih. Tural Hacıyev. Refleks uğurdan gözəl alındı. Baxaq görək Mauro Icardi bugün fərqlənəcəkmi Aslanların heyətində? Yeni transferi də Aslanların Tural Hacıyev əsərə keçmiş komandasına qarşı mübarizə aparır. Vəri. Uğur, riskli hərəkətlər.
Təbriz. Out. Sadəcə taban ötürməsi ünvana çatmır. Cərimə zərbəsi yerinə yetiriləcək. Qarabağ komandası tərəfindən topun gerisində Həmid var. Qüvvətli zərbələr malik oyunçulu. Yox. Rəqibə ötürməkdir. Alqış da qazanır hərəkəti ilə. Həmid. Kimi keçmir. Fuat. Nihat ondan qaydalar səsləsində top alır. Əkçün məmləsi Qarabağ komandasından Sadiq çəkdi sağ ayağına yaxın küncə zərbə. Top səs verən yan keçir. Fuat. Təbriz. Qurban birbaşa qapıya doğru zərbə. Səs verən üzərindən keçir top. Yaşar. Uğur. Həmid. Həmid möhtəşəm qol imza atır. İnanılmaz bir qol. Məsələ şapqadan dovşan çıxardarmış kimi. Möhtəşəm qol. 4-0. Səkizdə bir final mərhələsində günün hər 3 maçında gözəl qollar olub. Bu da həmin qollardan biri idi. Sadiq solsuna ötürməkdir. Out. Həmid ram edə bilmədi topu. Həmid keçdi bir rəqibini. Ötürmə sağ sınaha. Sadiq. Daha bir ötürmə. Nihatdan zərbə. Dirək. Dirək mane olur qola. Qurban. Fuat. Top qapdan yan keçir. Həmid. Out. Qurban. Sürmə keçmədi Həmiddən. İsa keçdi bir-bir rəqiblərini. Bahsiyə davam edir. Fuat. Qurban. Top qapının üzərinə keçdi. Əli. Sürmə İsa'ya. Out. Fuat. Sağ sınaha. Qurban. Əli. Əlidən zərbə gəlir. Tor yandan silkələndi.
Sarı vərəq ilə cəzalandırırlar həm Həmid, həm də Əli. Nihat ara ötürməsi Həmidə çatdıra bilmədi özünə bu ötürməyə Həmid. Və Qurbana yarışı olurlar. Şara gəldi. İstatan zərbə və Yaşar blokluyur zərbəni. Nihatın zərbəsi Təbriz yerindədir. Dəfə ötürməni Qurban qarşıladı. Top qapının üzərindən keçir. Həmid. Sağ. Ötürməli istiqamətində və out. Əlinin ötürməsi keçmirində Ekşi Məmləsə Qarabağ komandasından. Nihat. Həmidlə oynadı. Out. Yaşarın zərbəsinə də blok qoydular. Çıxıb. Fuat. Üçüncüdən zərbə. Əli geriyə doğru Qurban. Həmid. Vəli. Top Təbrizdədir. Qurban ötürməsi Tural Hacıyev. Tural! Top qapıdan yan keçdi. Həmid. Sadiq. Sadiqin ötürməsi və Nihat 5-0 edirlər hesabı. Vəli. Həmid. Sadiqin önünə doğru ötürmə etdi. Sadiqdən zərbə qapıdan yana keçir. Qurban. Əli. Ara ötürməsi. Tural istiqamətində uzaqlaşdırılır top. Bloklanır zərbə. Və out. Sağ.
Zərbə mövqeyi axtardı, imkan vermədilər ona. Əşsüm əmləsindi. Onlardan sol uzağa. İkinci cəhdədə keçmir ötürmə. Üçüncü cəhdədə qarşıladılar onun ötürməsini. Tural Hacıyev və son toxunuş Turaldan. Üçün zərbəsi yerinə getirilir. Sağ. Daha bir korner. Mehman. Top etisi, sürəti, eksizyon təşvidə epizod yaranıb. Sadiq, Həmid və 6-0 olur hesab. Artıq dəqiqələr get-gedə azalır. Əlidən nəhayət qol gəlir Aslanlar komandasından. Uzaq altılığa dəqiq zərbə endirir. 6-1. Nihat, Anar. Qurban. Əli. Qurban akrobatik zərbə. Çəsmən zərbə keçdi top. Anar. Çək azlıqda yaxalayıblar rəqiblərini. Davan ötürməsi Sadiqə. Anar endirdi zərbəni. Üçdən zərbə. Və vara vaxtılacaq. Sərbəst zərbə qərarı gəlir. Sərbəst zərbə yerinə yetiriləcək. Şara gəldi. Əlidən də zərbə qapının üzərindən keçdi. 50-ci hissədə son 2 dəqiqə. Sarı vərəqə İsa'nın pasifinə yazdı. Mən heç tənə qədər yoldu, mənə gəlin verin. Sana lazımdır, Həmid. Həmidin sərbəsi tərəf edir. Sadiq yenidən Həmid. Vəli. Sol sana Nihat. Out. Tural Hacıyev. Həmiddən yaxın küncə zərbə qapıdan yan keçir.
Son hücum əmləsi ola bilər. Aslanlardan bu. Mehman, Qurban. Topu. Anar. Anar! Mükəmməl gol! Və bu gözəl qoldan sonra da final fitidə səsləndi. Gözəl qollar oldu. Maraqlı bir maç keçdi. 8-də 1 final mərhələsinin ilk oyununda Qarabağ komandası 7-1 hesabı ilə qalib gələrək cavab oyuna daha üstün tərəf yollanırlar. Biz də reportajımızı bu maçdan da sona çatdırırıq. Oyun boyunca sinəmə edim şəxsinə Zeydər Hüseyni. Növbəti maçlarda cavab qarşıdurmalarında görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.